Hamıya salam, kanalıma xoş gəlmisiniz və axır ki bir universitet vlogu çəkirəm. Əgər məni Instagramdan izləyirsinizsə, yəqin ki artıq bilirsiniz ki, ODTÜ-də molekulyar biologiya və genetika fakültəsində oxuyuram. Universitetin içində, yəni kampusda, yurtda qalıram. İndi isə tez room tour eləyəcəm. Bura qapıdır. Otaqda 4 qız qalırıq. Deməli, girişdə şkaf var, bu mənimdir. 4 dənə yazı masası var. Sağa keçirik, burada şkaflar, soyuducu, yenə burada şkaf və 4 dənə də yataq. Bura mənimdir. Bura da mənim yazı masamdır. Gördüyünüz kimi bura belə bir lövhə asmışam. Plan o idi ki, bura çoxlu qəşəng şəkillər çap eləyim, yapışdırım, nə bilim, moodboard kimi eləyim də, hədəflərim falan, amma vaxtım yoxdur deyə çap eləməmişəm. Hal-hazırda riyaziyyat oxuyuram, çünki midtermlər yaxınlaşır. Previous exam questions, yəni əvvəl neçənci illərdəsə düşən suallar. Gələn həftə kimya imtahanımdır, ondan sonraki həftə riyaziyyatdır, ondan bir 4 gün sonra da genetika imtahanımdır. Əgər Telegramdan məni izləmirsinizsə, oradan da izləyin. Gündəlik belə düşüncələrimi, hansın ki, nə YouTube'da, nə Instagramda paylaşa bilmirəm, Telegram kanalımda paylaşıram. Bir də burada gülüm var, çünki keçən həftə 19 yaşımı qeyd elədim. Sonra burada makyaj əşyalarımı düzmüşəm. Təzəlikcə Black Friday oldu və bazarlığa getdim. Mənim həmişə ad günümlə Black Friday üst-üstə düşürdü ya. Belə yüngülvarı özümə hədiyyələri də Black Friday adı ilə almışam. Deməli, makyaj ləvazimatlarından aldıqlarımı göstərim. Birinci bu tonal kremi aldım. Sonra pudra, highlighter, concealer, qaş sabitləyici, Naskitanın bu gözaltı qapadıcı üçün fırçası. Sonra Naskitanın belə bir darağını da almışam. Mənim saçım buruqdur əslində, bilməyənlər üçün. Həmişə saçımı düzləşdirirəm, amma əslində çox buruq bir saçım var və buruq saç üçündür bu. Buruq saç üçün belə bir krem. Əgər proqramlaşdırmanı ciddi şəkildə öyrənmək istəyirdinsə, bu son şansındır. Bu bir reklam deyil, xəbərdarlıqdır. Codstarın təqaüd proqramı dekabr ayının sonunda bağlanır. Bu proqram hər kəs üçün deyil, düşünməyə, tapşırıq etməyə və davamlılığa hazır olanlar üçündür. Ətraflı məlumat üçün ekranda gördüyünüz Instagrama və WhatsApp nömrəsinə yaza bilərsiniz. Nəysə, sabah görüşərik. Məsələn, niyə dərslər saat 10-da başlamır? Niyə 7-də durmalıyam mən? Bəlkə mənim səhərlər başım işləmir. Yəni, niyə belə bir ümumiləşdirmə eləyiblər ki, tez başlamalıdır dərs? Nəysə, vaxtım yoxdur, tez makyaj eləyəm. Kiçik nəsə yemək yeyəm ki, ürəyim getməsin. Ölüyə oxşadım ya, ayağıma bax. Düzəldəcəm, narahat olmayım. Düzəldəməyəcəm deyəsən. Bananlı, cicibəbəli və şokoladlı pudingli səhər yeməyi. Hazıram, mən qaçmalıyam, çünki avtobus gəlir. Bu arada avtobus dediyim, yəni kampusun içində pulsuz tələbələr üçün avtobuslar var. Çünki kampus o qədər böyükdür ki, ancaq avtobusdan arası hərəkət eləmək olur. Yəni mən buradan dərs olan binama piyada getməyə çalışsam, 20 dəqiqə minimum vaxtım gedəcək. Hava bu dəqiqə 1 dərəcədir. PlayStation'dan çıxdıq və quiz olduq. Çox pisdir vəziyyət. P'de o yok. P'de sadece bir noktadan oluyor. Bugün matching giyinmişik. Kimyadan çıxdıq və gedirik yeməyə, sonra da genetika dərsimiz var. Utandım ya, çok abonem varmış. Rəfiqələrim YouTube kanalımın olduğunu indi öyrəniblər hələ ki, şokdadır. 2 nəfər imposter dərsə girmir, genetikaya tək girəcəyik. İkimiz. İndi genetikaya gəlmişik.
Günün 3-cü dərsindən də çıxdım. Çox yoruldum. Saat 4-dür. Gedim yurda. Yurduma gedən yol. Meşənin ortası. Geldim yurda. Bence bu dünyada en çok sevdiğim şey 5-ci günlərin axşamıdır. Həmişəki Ankara havası. Bayaq dedim ki, hava nə qəşəngdir, indi də yağış başladı. Yurt ərazisi çox sakitçilikdir. Bir dəfə yuxarıdan mənzərəni də göstərərəm. Əməlli meşəliyin içində 3 dənə, 4 dənə binadır və o binalardan birində qalıram. Yəni o qədər mükəmməl yerləşməsi var ki. Oksigenin ağciyərimə getdiyini hiss edirəm. Deməli getdim, qəşəngcə bunu yudum, gəldim. Artıq əlavə bir qabım var. Vallahi bilmədim bura nə qoyum. Boş qalsın istəmirəm, ona görə saç baxım əşyalarını bura qoyuram. Düşdüm özümə səhər yeməyi aldım. Azər çayımız da burada. Nəsə yumurtalı, kartoşkalı bir şey olmalıdır. Dedim dərs qabağı tox tutsun. Bugünün planlarında ancaq dərs oxumaq var. Heç yurtdan çıxmağı düşünmürəm. Ya otağımda oxuyacağam, ya da aşağıda lab otağına düşəcəm. Lab otağı dediyim əslində kompüter otağıdır. Yəni kompüterli masalardır. Kitabxana kimi düşünə bilərsiniz. Səssiz bir otaqdır. Hamı ora dərs oxumağa gedir. Qəşəng otağı da havalandırmışam. Əşyalarımı yığdım. Kompüter, iPad, planer, dəftərim, açki, iPad'in qələmi, bu da penam. Kimyanı oxudum, qurtardım. İndi düzdür sualları işləməliyəm. Amma ondan qabaq dedim bir gedim yemək yeyim, sonra qayıdım. Çünki gün orta 4 falan oldu. Kurban olmuş kimyama. Salam. Ay, belə də yox. Abla, dəftərimi ver. Dəftərin üstündə yox. Şimdi elini kıracaq dəftərin. Gənən geçsin. Zəhmət olmasa kompüterimi ala bilərik. Oğlum rahatsızlıktır. Ana sen yavaş değil mi? Notebook'umu yaladın. Buyurun. Yerində ağ xalatımı yumalıyam. O da bilmirəm laboratoriyaların birində, böyük ehtimalla məncə kimyada. Bilmirəm üstümə nəsə dağıtmışam ya nə olub. Xalatımın üstü çirklənib belə qəribə yaşıl rəng olub. Böyük ehtimalla nəsə zəhərli bir şey dağıtmışam, bilmirəm. Bu arada kimya laboratoriyasında biz həqiqətən zəhərli maddələrlə işləyirik.
Bir də mənə əvvəllər qəribə gəlirdi ki, biz niyə əlcək taxmırıq kimya laboratoriyasında. Sonra asistanların birindən soruşdum, dedi ki, sən ehtiyatlı ol, əsas odur. Əlcək taxmamaqda da səbəb odur ki, əlində əlcək olsa daha da pis olar. Yəni əlbə nəsə dağılsa, əlcəkdə olsan, nəticəsi daha pis olar. Nəinki əlində əlcək olmasa. Belə baxdım dedim. Bir də deyəsən nə vaxtsa əlimə yüngülvari nəsə dəymişdi maddələrdən biri. Getdim tez asistana, dedim ki, bəs əlimə dəydi də heç nə olmaz. Dedi, yox, biraz dəyibsə heç nə olmaz, çox dəysəydi əlin yanardı. Çox sağ olun məlumat üçün. Yəqin ki, növbəti vloqlarda mütləq şəkildə sizə laboratoriyalardan da çəkəcəm, göstərəcəm, çünki çox maraqlı olur. Genetikadan son laboratoriyamızda deməli nə etmişik? Qan nümunəsi götürmüşük. Qan nümunəsindən hər şeyi yığışdırmışıq müəyyən metodlarla. Axırda isə ancaq DNA qaldı. Həmin o DNA-yi də qoymuşuq -20 dərəcəyə. Bir həftə orada qalacaq. İndi növbəti laboratoriyamızda önümüzdəki həftədə gedib o DNA-yi araşdıracağıq. İndi yazdığım isə keçən həftə yox, ondan qabaqki həftə elədiyimiz laboratoriyanın raporudur. Yəni nə görmüşük, niyə eləmişik, bunların hamısını izah eləmək lazımdır. Orada da yenə qan nümunəsində işləmişdik və qan hüceyrələrini araşdırırdıq. Bu baxın bioraporu burada da yazmışam, burada yazmışam və ən son gün eləyəcəm. Yəni bu gün deadline-dır, ona görə bu gün eləyirəm. Kimyanın suallarının ardına baxacağam. Okay, başlayıram. Rapor yazmaq elə bir şeydir ki, yəni oturub bir saytlara baxıram, o məlumatı tapmalıyam. Burada məsələn bizdən istəniləni. Sonra da onu paraphrase eləyib yazmalıyam. Yəni eyni cümlələri copy-paste eləyə bilmərəm. Çünki yüklədiyimiz sayt yəni onu detekt eləyə bilir ki, hə bunu ya AI ilə yazmısan, ya saytdan birbaşa götürmüsən və müəyyən faizin üstündə əgər o kopyalama şey olsa, balımız kəsilir. Ona görə bir məsələn otururam, oxuyuram ki, filan məqalədə mənim sualıma cavab varmı? Sonra da onun bu arada şeyini veririk, referansını veririk ki, mən bu məlumatı filan saytda tapmışam. Çünki hamısı yoxlanılır. Nəsə belə bir yorucu bir işdir. Deməli, hələ də davam eləyirəm. Bu qan hüceyrələridir. Orada hansı hüceyrənin nə olduğunu işarə eləməliyəm. Axır ki, bitirdim, raporu submitlədim. Amma buradan bezdim, ona görə də indi düşəcəm dərs otağına. Biraz da orada dərs oxuyum. Genetika qutardı, kimya oxumalıyam. Kompüteri götürüm, kimya dəftərimi. Bu qədər. Bir də özümü, bir də mümkünsə beynimi, varsa əgər şübhəli. Deməli, Sarinadır qızın adı. İngilis dilində bir yerdəyik və dərslərin birində təzə gəlmişdi Sarina. Deyirdi ki, məni qrupa sala bilərsiniz. Mən də dedim ki, gəl mən sənin nömrəni yazım. Elə bildim türkçüdə. O dedi ki, sən hara olsan ki, dedim Azərbaycanlı. Deyir ki, mən də İranlı. Dedim harasından? Deyir Təbrizdən. Qismində. Bəli. Ona görə Azərbaycanca full danışıram və mənə anlayır. İndi ingilis dili dərsindən çıxdıq. Biraz tez qutardı. Belə oturmuşuq. Arxamızda kantin var. Buradan da çölə çıxır. Bir də biologiya oxuyur. Yəni eyni binadayıq. Bizim biologiya binasında biologiya fakültəsi var. Bir də molekulyar biologiya və genetika. Yəni çox oxşarlıqlarımız var. İndi də onu danışırdım ki, arada heç olmasa görüşək, dərs oxuyaq. Düzdür, dərs cədvəllərimiz fərqlidir, amma bir vaxt eləyək bəzən. Ancaq dərsdə görürük bir-birimizi. Burada architecture binasıdır. Çox qəşəngdir. Gözəl binamız. Aynen. Burada məsələn şeydir, kırtasiyesidir. Orada da architecture studentların düzəltdiyi kublar falan, bilməm, proyektlərdir. Belə. Ha, burada bir də architecture'ın yanında sudu nədir? Balıqlar var. İçində balıqlar var. Göstərim. Bax,
Burada balıqlarımız var. Düzü nə qədər təmiz sudur bilmirəm. De. Çoxlu balıqlarımız var burada. Sən o tərəfdən gedirsən. Sən niyə oradan gedirsən ki? Daha uzanmır yolun. Hər dəfə oradan gedir. Hə. Yo, niyə? Uzanır axı. Sən fizikdən getməlisən. Fizikin içindən daha qısadır. Heç getmisən ora? 3 ayda universitetdədir və qısa yolu tanımır. Biz ingilis dilindən gedəndə biologiya binasına gedir. Mən deyirəm görürsən niyə oradan gedir? Ay bala, oradan niyə gedirsən? Gəl sağa. Gəl. Gəl öyrədim. Bye. Bay bay. Ay deyə hara qaçırsan? Ah sağ ollaş video ilə. Sağ olun. Sarı ilə gedir. Təzə qısa yol öyrəndi. Tam yolun ortasında bu iki nəfəri gördüm. Bizim dərsimiz olmayan gündə qarşılaşmağımız çox az bir faizdir. Bugün o yaşandı. Şokdayım. Nəysə, mən gedirəm yurda. Onlar düzdür kitabxanaya keçdilər, amma mən üstümdə heç nə götürməmişəm, ancaq ingilis dili kitabım var. iPad falan götürsəydim, heç olmasa oturub dərs oxuyardım onlarla. Amma yurda qayıtmalıyam. Onlar da kimya oxuyurlar. Biri də genetikadan rapor yazır. Mən də gedib kimya oxuyacağam, çünki imtahanımıza 5 gün qalıb. Bugün dərsdə 2 dənə qız geyindiyim sweatshirtin hardan olduğunu, linki falan istədilər. Və elə olanda çox sevinirəm, çünki deyirəm ki, wow da, yəni kimsə geyindiyim bir şeyi bəyəndi və özü üçün onu maraqlanır. Hava da çox soyuqdur. Gedim yurda. Yadınızda da demişdim ki, belə meşədən görüntü var, 3 dənə bina, o binalardan birində qalıram. Baxın, bura meşəlikdir və buradakı binalar da yurtlardır. Nəysə, yurdumu, otağımı çox xoşlayıram. Gedirəm oraya, rahatlaşım. Ən xoşladığım yerdir də, yəni yaxşı ki buradayam. İndi gedirik saçımı buruq eləməyə. İstifadə eləyəcəklərim bu təzə saç darağımdır. Urbanın buruq saçlar üçün kremi. Bir də istənilən bir saç muzu. Birinci saçımı su eləyirəm. İndi gedirəm dərsə. Kimya dərsim, sonra da genetik dərsim var. Bizim o sevimli... Bunun adı neydi? Gözləmə. Okay. Bizim ən sevdiyimiz yemək gözləməli. Şok oldum, beklemiyordum. Can. Bütün heykəllərin əlinə, başına alma qoyublar. Bilmirəm niyə. Bayaq vəbşə Newtonun başına qoymuşdular. 2 saniyə o tərəfə keçdik, kimsə başına qoydu onu. İstanbul vlogumda da var idin də. İndi də burada da olacaqsan. Bəli. Kitabxanamız nə qəşəng görünür. Sabah imtahandayam kimyadan. İndi oturmuşam, hər bir chapteri təzədən təkrar edirəm. Təzədən deyəndə notlar onsuz da almışam, yəni buradan oxuyuram. Hər bir chapterində tapşırıqlarına baxıram, onları da həll eləmişəm onsuz da burada da hamısı. Onların da təkrar həllinə baxıram. 3 dənə chapterdir. Birini artıq təkrar elədim, suallarına da baxdım. İndi keçirəm o birinə. Və sabah səhərdir imtahan, indi də saat 6-dır. Mən səhər durub gedəcəm. Mən bu cür təkrarları həmişə imtahandan əvvəlki günə saxlayıram. Çünki bir gün əvvəl təkrar eləmək çox daha yaxşıdır. Yəni bu birisi gün bəlkə də mənim yadımdan çıxacaq, amma sabah yadımda olacaq, ümid edirəm. Deməli, səhər imtahanı verdim, gəldim.
Ömrümdə bu qədər çətin kimya sualları görməmişəm. Yəni neçə həftədir mənim işlədiyim o kimya dərslərinin, suallarının əlaqəsi belə yox idi. Yəni 10 qat çətini düşdü. Düzdür, yaxşı yazmışam, amma belə imtahan vaxtı şok oldum ki, yəni bu nə suallardır. Belədir də burada dərslər də, imtahanlar da çox çətindir. Nəysə, ümumi yaxşı keçdi imtahan. Videonu da izlədiyiniz üçün təşəkkürlər. Növbəti vloqlarda görüşərik.